Minecraft'ta şəhər quracağıq. Amma bu şəhəri düz yaratmağı tapa bilmədim. Bir də Minecraft'ın özü mənim telefonuma düşmürdü. Ona görə Crashman'la oynayacağıq. Gələcəkdə bəlkə oynadıq, onu bilmirəm. Amma Crashman oynayacağıq. Bir də üzrlü sayın evdə usta işləyir. Ona görə biraz səs gələ bilər. Bu günləri ev tikəcəyik. Bura bir an odundan ev eləyəcəm balaca. Bir də əşyalar seçək. Bir də bu videoya 10.000 bəyəni gəlsə, ikinci bölümünü çəkəcəm. Bu şəhəri öldürməyə davam eləmək istəyirəm. Deyiləm, montaj eləməkdə. Montajda biraz pis yerlər zat alına bilər. Bunu mən təzəyim YouTube'da. Ev neçə blok olsun? 1, 2, 3, 4. 1, 2, 3, 4. 1. Dostlar, burada mən sürətləndirdim. Buradan o yana biraz sürət izləyəcəksiniz. Belə, onu uzatacağım. Buraya yekə bir ev eləyəcək. Merdiven altına bəlkə bir yer elədik. Depo kimi. Bunun altını mən də qırayım. Lazım olur. Böyle sesime göre de başlayayım. Ben biraz kastayım. Məktəb günlərində də bəzən videolar gəlməyə bilər. Müəllimlərim çox tapşırıq verirsə, onları çatdıra bilməsəm, videolar gəlməyəcək. Qısa shortslar gələ bilər. Amma yenə də dərsim çox olsa, işim olsa da sizin üçün shorts paylaşacağım. Aslında qəşəng oldu biraz. Ben bu tərəfə düşünmürdüm. Amma yaxşı da ilk üçün. Ben çok Minecraft oynayan değilim demek istedim. Qəşəng bir tane şəhərim var. Onu sizə göstərirəm. Bir de survival da oynayacağıq, Minecraft survival. Videonun aslında siz bazı yerlerini kesip kısa izleyebilirsiniz. Ama ben burada 1-2 saat işleyeceğim. Dedim var. Bu ne de? Rüzgar bu. Şimdi bu tarafı taştan eləyəcəm. Bunu da backroom soğuşa diye bırak. Buramı ben düzlüyorum çünkü bu merdivenden çıkandan sonra sağ tarafta şey olacak, tarva. Buradan hem gitmeye yer olmalıdır tarvaya. İzin mi bulsam?
İndi deyəsiniz ki, bura, o bir tərəf odunlandı, bu bir tərəf niyə daşın? Bu birisi tərəf fermazdır ya. Buranın daşını elədim. O bir tərəf görmüşsün, bu bir tərəfdə necə gəldi? Aslında ev maraqlıdır biraz. Hava biraz qaralır. Havamı düzəldim. Aslında Free Fire videolarında biraz baxış gəlib. 4 nəfər zat baxıb. 4 nəfər baxıb niyə 1 nəfər bəyənirsiniz? Neyse siz videonun sürətləndirilmiş izləyəsiniz. Mən buraları tez-tez düzəldirəm. Əla. Birinci mən üst mərtəbəni deyim. Bir de oyunun Türk dilinde biraz qərbəliklər var. Mesela E hərfi yerine ulduz yazırlar. T hərfi yerine tire yazırlar.
Dostlar, evimiz hazırdır. Evimiz belə oldu. İndi biz bunun üstü niye yoktu? Bunun üstüne şurada koyacağız ve içeride mebellər olacaq. Çöldə belə balkon zat düzəldərik, merdivenler koyarıq. Amma 10 like'da. Aslında 10 like gelmesi de diyebilirim. Belki bugün de oldu. Ama yine de size like atın da. Bunu çok böyle işledik. Neyse, sağ olun. Özünüze yaxşı baxın.